Bismillah. Bürclərin 29 yanvara ən düz proqnozu. Budur, bürclərin 29 yanvara ən düz və ən real proqnozu. Qoç, bugün qərar vermək üçün münasib gündür. İş ilə bağlı gözlənilməz xəbər ala bilərsən. Pul xərcləyərkən tələsmə. Boğa, maliyyə mövzusunda rahatlama başlayır. Keçmişdən qalan bir məsələ həllini tapacaq. Səbrin bəhrəsini verəcək. Əkizlər, ünsiyyət və görüşlər ön plandadır. Yeni tanışlıq gələcək üçün faydalı ola bilər. Axşam saatları şanslıdır. Xərçəng, daxili gərginlik arta bilər, amma nəticədə rahatlayacaqsan. Pul məsələsində risk etmə. Şir, karyerada diqqət mərkəzindəsən. Rəhbərlik və ya vacib biri səninlə maraqlana bilər. Şans səndən yanadır. Qız, planların dəyişmək məcburiyyətində qala bilərsən. Amma bu dəyişiklik sənin xeyrinə olacaq. Sağlamlığına fikir ver. Tərəzi, pul və münasibətlərdə balans günü. Gözlənilməz gəlir ehtimalı var. Qərarlarını gecikdirmə. Əqrəb, duyğusal olaraq güclüsən. Gizli qalan bir həqiqət ortaya çıxa bilər. İntuisiyana güvən. Oxatan, yeni ideyalar, yeni imkanlar, səyahət və ya təklif gündəmə gələ bilər. Şanslı gündəsən. Oğlaq, iş və məsuliyyət çoxalır, amma nəticəsi sevindirici olacaq. Maddi baxımdan yüksəliş var. Dolça, sürpriz xəbərlər ala bilərsən. Sosial mühitdə parlayırsan. Pul şansı gözlənilməz yerdən gələ bilər. Balıq, daxili rahatlıq tapırsan. Sevgidə xoş anlar mümkündür. Yarımçıq işləri tamamlamaq üçün ideal gündür.